Mart ayının 1/3 arxada qalsa da, Mərkəzi Bank tərəfindən valyuta həracı keçirilməyib. Yenavaz.com xəbər verir ki, əvvəlki illərdə Azərbaycanda belə bir hal qeydə alınmayıb. Məlumat üçün bildirək ki, ötən il mart ayının ilk 12 gün ərzində Mərkəzi Bank 3 dəfə valyuta həracı keçirib və bu həraclarda ümumilikdə 227,4 milyon dollar dəyərində valyuta satılıb. Bundan başqa, 2023-cü ilin mart ayının 12-sinə kimi də 3 hərrac keçirilib və banklar 114,1 milyon dollar satın alıblar. 2022-ci ildə bu göstəricilər müvafiq olaraq 4 hərrac və 196,9 milyon dollar, 2021-ci ildə isə yenə 4 hərrac və 207,4 milyon dollar olub. Mərkəzi Bankın mart ayında hansı səbəbdən dollar satmadığı və bankların hansı səbəbdən dollar almadığı barədə məlumat verilməyib. Qeyd edək ki, ölkədə dollara tələbin azalmasının müxtəlif səbəbləri ola bilər. Bunlardan biri idxalın həcminin azalmasıdır. Dövlət Gömrük Komitəsinin idxal göstəriciləri ilə bağlı sonuncu məlumatı bu ilin yanvar ayına aiddir. Yanvar ayında isə idxalda əvvəlki ilin eyni dövrü ilə müqayisədə azalma yox, əksinə artım olub. Dollara tələbin azalmasının başqa bir səbəbi odur ki, insanların ya dollar alacaq qədər vəsaiti yoxdur, ya da onlar əllərindəki vəsaiti milli valyutada saxlamağa üstünlük verirlər. Səbəblərdən biri də bu ola bilər ki, bankların dollar tələbi olsa da, Mərkəzi Bank dollar satmaq istəmir. Mərkəzi Bank adətən ölkədə devalvasiya və inflyasiya göstəriciləri olduğu zaman daha çox valyuta satmağa çalışır.